evdə mənim tək yatanlar çoxdur. Onlara xatirə salan kimlər odur. Təzə kəkli, yad etmə ürəkdən. Məzarın yanından ötüb keçərkən görərsən üstündə göyərmiş oxlar, baş daşını çürmüş, çəkmişdir məzar. Qəbrimin tozunu soğurmuş yerlər, dostlardan alan yox, məni bilmirlər. Şeyx Nizaminin vəfatından az sonra 13-cü əsrin əvvəllərində onun məzarı üzərində tikilən və əzəmətini 18-ci əsrin axırları, 19-cu əsrin əvvəllərinə qədər qorunub saxlayan məqbərə xalqın ziyarət yerinə çevrilmişdi. Şeyx Nizaminin dəfn olunduğu əraziyə, yovşan kolları ilə örtülü bu düzənliyə Gəncəlilər indi də Şeyx düzü deyirlər. Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmişdi. 16-cı əsrdə bu məqbərə çox gəlirli vəqti olan, gəlib gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyri ocağı olmuşdur. Məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edilmiş. Hələ 19-cu əsrin ikinci yarısında müəyyən şəkillər var, hansılar ki, onu sübut edir ki, Nizaminin məqbərəsinin ətrafında başqa məqbərələr də var idi. Və bu kurqan vaxtı ilə qədim Gəncənin fəxri xiyabanı kimi istifadə olunmuşdu. 19-cu əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra 1826-cı ildə Şıx düzündə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür. 19-cu əsrin 40-cı illərində Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy məqbərənin uçmuş günbəzinin əvəzində sadə quruluşlu yeni bir günbəz tikdirir. 20-ci əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin bələdiyyə rəisi işləyən Əjdər ağa Adıgözəlov günbəzi təmir etdirir. Sonralar bu məqbərə də tamamilə baxımsız qaldığından uçub dağılır. 19-cu əsrin ortalarında Seyid Əzim Şirvani Məkkə səfərinə gedərkən Nizaminin qəbri üstündən keçir və şairin məzarın çox bərbad şəkildə, türbəsini bərbad şəkildə görür və bundan təsirlənib bədahətən o məşhur rübayəsini deyir ki, ey Şeyx Nizami, ey nizamı dağılan, ey Gəncədə izzi ehtişamı dağılan, olmubdu cahanda bir səni ilə mən tək beyti, evi, məktəbi, kəlamı dağılan. 1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün Yol Bələdçisi kitabında belə təsvir eləyirdi. Biz daha 7 vers yol gedəndən sonra çox da böyük olmayan bir günbəz gördük. Günbəz yarı uçulmuş bir vəziyyətdə idi. Bu, Şeyx Nizaminin məzarı idi. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarolçuları günbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı. Həmin dövrdə Avropalı arxeoloqlar Qafqazla ciddi maraqlanır
və Çar hökumətinin razılığı ilə bu ərazidə geniş qazıntı işləri aparırdılar. Hələ 1881-ci ildə arxeoloqların Tiflisdə keçirilən 5-ci qurultayı ərəfəsində bir qrup Avropalı arxeoloq Gəncəyə gələrək Nizaminin qəbri ilə maraqlanır. 40-45 il bundan əvvəl Avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı baş daşını aparmışdır. Baş daşı ilə bərabər əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiçlər də yox olmuşdur. Avropalılar həmişə şərqin bu məqbərələrinə baxanda onlar bilirdilər ki, böyük adamların qəbrinə qiymətli əşyalar qoyulur. Onlar əsasən Avropalılar, xüsusən də fransızlar ancaq qənimət əldə etmək üçün gəlib o məqbərələri qazıblar. Tək Şeyx Nizaminin deyil, bütün məşhur məqbərələri qazıblar, baxıblar qənimət əldə etmək üçün. Hətta ora qazılan zaman Avropalılar tərəfindən ki, məqbərəni qazıblar, qazanda yaxındakı kənddən xəbər tutublar ki, bu məqbərə qazılır. Gəlib tutub əllərindən alıblar. Sonra onlar gediblər, fransızlar gediblər, Çara şikayət ediblər. Çar əmr verib ki, onların götürdüyü qənimətlər hamısı qaytarılsın onlara. Belə ki, qaytarıblar, o qəbirdən götürüb nəsə aparıblar. Gəncə Gimnaziyasının ana dili və ədəbiyyat müəllimi Mirzə Məhəmməd Axundzadə 1908-ci ildən başlayaraq müxtəlif mətbu orqanlarında müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin təmiri barədə düşünməyə çağırır. Bu məqsədlə elə ilk addımı da onun özü atdı. O türbə elə bir vəziyyətdə idi ki, ona heç türbə demək olmazdı. Sadəcə olaraq dağıdılmış bir məkan idi. Bu çox fikirləşir və qərarı alır ki, Nizami haqqında bir kitab yazsın. Nəhayət 1909-cu ildə Şeyx Nizami kitabını yazıb ərsəyə gətirir və o kitabda o türbə ilə bağlı onun yazdığı bir şeir də çap olunur, Şeyx Nizami. Və o türbəyə baxıb, o ürək yanğısını o şeirdə bu göstərir. Mirzə Məhəmmədin şeiri başdan ayağa göz yaşı ilə oxunan bir şeirdir. Yəni məzarın vəziyyəti, məzara cahil adamların soyuqdan, istidən qorunmaq istəyəndə, qışda soyuqdan, yayda istidən qorunmaq istəyəndə daldalanma yeri kimi, hətta heyvanları bağladığı bir yer kimi baxdıqlarını, acınacaqlı vəziyyətə saldıqlarını təəssüfünü bildirir, qeyd edir o şeirdə. Və nəhayət belə qərarı alınır ki, Gəncənin ziyalıları o türbə bərpa olunmalıdır. Çünki o böyük şairin ruhuna bir hörmətsizlikdir. O dövrdə Çar Rusiyası dövründə əlbəttə Çar Üsul İdarəsi belə şeylərlə məşğul olmazdı. Çünki bu Azərbaycan mədəniyyətinin deməli ayrılmaz bir hissəsi idi. Milli oyanışa xidmət göstərən bir məsələ idi. Ona görə bu işi yalnız Azərbaycanın o mütərəqqi ziyalıları bu işi görə bilərdilər. Və belə bir kampaniya başlanır, pul toplamaq kampaniyası. Mirzə Məhəmməd Axundzadənin o Şeyx Nizamiyə həsr elədiyi kitabın üstündə də belə bir cümlə var. Bu kitabın satışından əldə olunan pullar Şeyx Nizaminin məqbərəsinin bərpasına xərclənməlidir. Lakin toplanılan məbləğ məqbərənin təmirinə çatmadı. Yalnız məqbərənin ətrafında səliqə-səhman yaratmağa bəs elədi. Bartold 1912-ci ildə çap elətdirdiyi Şair Nizaminin qəbri məqaləsində Şeyx Nizaminin məzarının acınacaqlı vəziyyətindən ürək ağrısı ilə söz açmış, elə həmin məqalə ilə birlikdə məqbərənin qalıqlarının rəsmlərini də dərc etmişdi. Şeyx Nizaminin məzarının belə vəziyyəti 10 ildən artıq bir müddətdə Tiflisdə və Bakıda nəşr olunan müxtəlif mətbuat orqanlarında qızğın müzakirə obyektinə çevrildi. 1922-ci ildə məqbərəni təmir etdirmək məqsədi ilə Gəncə ziyalıları, müəllim və şair Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyov və müəllim Mirkazım Mirsüleymanzadədən ibarət Nizami Komissiyası adlanan bir komissiya yaratdılar. Müsamirələr, tamaşalar təşkil etməklə və əhalinin verdiyi könüllü iyanələr hesabına xeyli vəsait toplandı. Əlyazmalar İnstitutunun arxivində araşdırmalar apararkən
bir maraqlı sənəd də əlimizə keçdi. Əsas nəzərə çarpan odur ki, bu sənəd məhz Nizami məzarının təmiri məqsədi ilə çap olunmuşdur. O sənəddə 1909-cu ildə müəllifin Şeyx Nizami kitabında yazılan faktlar demək olar ki, təkrar olunur. Yalnız orada daha dolğun, daha konkret şəkildə həmin onun Nizaminin o məzarının bərbad vəziyyətinə, acınacaqlı vəziyyətinə həsr elədiyi, ürək yanısını yazdığı şeir də ora əlavə olunur. Şeirdə ən çox elə maraq doğuran odur ki, yəni həmin o kitabda da şəklin altında verdiyi misrada da qeyd edildiyi kimi bu xaraban mazarda aya görəsən kimdir belə xar yatır. Yəni bu sualın heç kəsin vermədiyini Mirzə Məhəmməd acınacaqlı şəkildə təəssüflə bildirir. Amma o deyir ki, mən bunu, yəni şeirlə bildirir ki, mən sizə deyərəm burada kimdir, amma edəsiz əzizlər siz bu məzarı təmir. Lakin sonradan komissiya fikrini dəyişdi və Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəldi. Nizaminin sümüklərini dəfn eləmək üçün Şah Abbas məscidinin qabağındakı Avara bağ deyilən alqı-satqı meydanının ortasında qırmızı kərpişdən bir qəbir də hazırlandı. ...1923-cü il mart ayının 6-sında məqbərənin içərisində qazıntı işlərinə başlandı. Məqbərənin içinə tökülmüş daş, torpaq qalağını təmizlədikdən sonra qapının ağzında bir qəbir aşkar olundu. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək taxta yeşiyə yığdılar. Lakin onlar çox incə, ağ və kiçik olmaları ilə daha çox qadın sümüklərinə bənzədiklərindən komissiya üzvləri şübhələndi və məqbərə səthini təzədən qazmağa başladılar. Birinci səthdən sonra təxminən 71 sm dərinlikdə ikinci səthə çatanda səthin ətrafında günbəzin hünövrə və qalıqları üzə çıxdı. 1 metr 45 sm dərinlikdə daş bölgü aşıldı. Daşları söktükdə yer altına açılan və üst qatları uçmuş bir lağım İçəriyə tökülmüş daş və torpağı təmizlədikdən sonra aydın oldu ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıqdan hazırlanmış 4 ayaqlı bir tabut atıldı. Skeleti ölçdükdə uzunluğunun təxminən 1 metr 95 santimetrə bərabər olduğu aydınlaşdı. Məqbərədən tapılan qadın sümüklərinin kimə aid olması hələ də məlum deyil. Baxmayaraq ki, məzarın üstü kümbət, bərbad vəziyyətlərdə olmuşdur, amma qazılarkən hiss olunur ki, son dərəcə hörmətlə dəfn olunmuşdur. Türk üsulu ilə, sonra tirmə şala bürünmüş vəziyyət. Həmin tirmə şal qeyd edeyim ki, hal-hazırda gətirilərək Nizami Muzeyində saxlanılır. Nizaminin cənazəsi qoyulan yer qazılıb, adəti vəçi ilə qəbirlərdən olmayıb. Türklər tərəfindən sapma qəbir deyilən əski üsulca yeraltı bir daxmadan ibarət imiş. Azərbaycan qülləvari türbələri 2 qatlıdır. Yəni yeraltı qatdır. Bu yeraltı qat həmişə qədim türk o xatirə memarlığının kurqan ənənəsindən gəlir. Yəni kurqanlar yeraltı tikili idi, üstü örtülürdü təpə şəklində və uzun müddət bu qalırdı. Amma Oğuz türklərinin ənənələrinə görə həmin o kurqanın üstündə həm də o böyük dövlət xadimi, böyük sərkərdə öləndən sonra bir çadırın, yurtanın, o köçəri evinin bir modelini qoyurdular. Gördülər ki, bu davamsızdır və həmin o model kərpicə, daşa çevrildi və kərpicdən daşdan çadıra bənzər, yurtaya bənzər xatirə tikillər uzaq, həmin kurqanın üstündə. Arxeologiyadan bir xəbər.
qeyri-peşəkar insanlar tərəfindən aparılan bu özbaşına qazıntı işlərinə akademik Bartol özbaşına qazıntı və şərqşünaslıq adlı məqaləsində öz ciddi etirazını bildirdi. Azərbaycan Arxeologiya Komitəsinin idarə heyəti 26 avqust 1923-cü il tarixli iclasında nəhayət qərar qəbul etdi. Böyük Azərbaycan şairi Şeyx Nizaminin qəbrini öz başına açıb, onun sümüklərini şəhərdəki təzə qəbirdə bastırmaq məqsədi ilə götürən keçmiş Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edilsin. Arxeologiya Komitəsi konkret qərar qəbul etməkdə çətinlik çəkir, hansı addımı atacağını bilmir. Komissiya sədrinin qəflətən vəfat etməsi və həmin dövrdə SSR-nin yaradılması ilə bağlı gedən proseslər işləri xeyli ləngitdi. Nəhayət Dadaş Bünyadzadənin işə qarışması ilə məsələ öz həllini tapdı. Tiflisdən yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz, bütün məsarif öhdəmədir. Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbağırzadəni oktyabrın 3-də Gəncəyə hesab etdi. Və o, Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanmış sümüklərini yığıb, yenidən köhnə qəbrində dəfn etdirdi. Sümüklər uzun yeşik kimi yapılmış, adi bir taxta qutunun içində idi. 3 yerdən mismarlanmış qapağını açdım. Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi. Şeyx Nizaminin qafatası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamış və qəhvərəngini almışdı. Bakıya qayıdan Mirabbas Mirbağırzadə Arxeologiya Komitəsinin ümumi iclasında Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə kiçik məruzə ilə çıxış edir və Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq eləmək üçün 1925-ci il iyunun 19-da arxeoloq Aleksandroviç Nəsifi Gəncəyə gəlir. O Gəncədə Nizaminin qəbrini tədqiq eləməklə bərabər, burada qəbrin açılmasının şahidi olmuş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə bağlı bir çox maraqlı məlumatlar alır. Ümumiyyətlə, abidəni qorumaq üçün böyük cəsarət lazımdır. Abidə onsuz da arxasızdır. Çünki qədim abidənin arxasında heç kim durmur. Dünənki qəbrin arxasında qohumlar durur. Onu qorumaq olar. Amma 100 ildən sonra çətinlik başlayır. Elə Nizaminin qəbri də arxasız qalıb deyə 1923-cü ildə beləncə vəziyyətə qalıb. Deməli, 800 ildən sonra 3-4 nəfər qoçaq tapılıb ki, gəlib onu dağıdıb, sümüyünü çıxardır. (1929-cu ildə akademik Mişaninov Nizaminin qəbrini görmək üçün Gəncəyə gəlir və gördüyü mənzərə onu dəhşətə gətirir. Mən Nizaminin qəbrini görəndə öz gözlərimə inanmadım. Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı. 30-cu ildə ki, artıq dövlət səviyyəsində başlayıblar ki, bu hazırlıq işləri, yubileyi ilə əlaqədar ki, hazırlıq işləri Nizaminin yubileyini ki,
bütün Sovet İttifaqındakı keçirməli idilər. Onda deməli Mir Cəfər Bağırov maraqlanıb ki, bu qəbir hardadır və günlərin bir günü axşam çağlarında Cəfər Cabbarlı babamın evinə gəlib və deyib ki, bəs aşağıda Mir Cəfər Bağırov maşında səni gözləyir, biz gərək gedək Gəncəyə və qəbrin yerini Mir Cəfər Bağırova göstərəsin. Və bundan sonra deməli geyinib Cəfər Cabbarlı ilə bir yerdə bunlar yola düzəliblər. Mir Cəfər Bağırov da bunlarla bir yerdə gediblər Gəncə şəhərində dəqiq Nizami Gəncəvinin qəbrini, yerini təyin ediblər. 1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır və 1932-ci ildə qəbrin üzərində müvəqqəti abidə qoyulur. Doğrudan da o şəxsiyyətin, yəni iradəsi bəzən bütöv bir epoxanın başlanmasına səbəb olur. Yəni Stalin Nizamini Azərbaycan şairi adlandırandan sonra təbii ki, bütün SSR-də, o cümlədən Azərbaycanda Nizamiyə münasibət tamamilə dəyişdi. 1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin Xosrov və Şirin poemasından bir parçanı əzbər söyləməsi onun nizami yaradıcılığına və şəxsiyyətinə hörmətinin təsdiqi idi. Həmin görüşün iştirakçısı olan Mikola Bajan yazırdı. Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkasına və hafizəsinə arxalanaraq məhz bu şeiri əzbərdən söylədi. 1940-cı ildə Şebluginin də iştirak etdiyi daha bir arxeoloji ekspedisiya Nizaminin qəbrində və onun ətrafında qazıntı işlərinə başlayır. Tarixi mənbələrdə rast gəlinən ən xırda detallardan tutmuş, Aleksandroviç Nəsifinin məqbərə ətrafındakı son tədqiqatlarına qədər məqbərə haqqındakı bütün materialları arxeoloji ekspedisiyanın gəldiyi nəticələrlə uzlaşdıran Şeblugin böyük elmi dəyərə malik Nizami türbəsinin tarixi haqqında və Nizami dövründəki Azərbaycan abidələri adlı monoqrafiya ilə çıxış edir. Şebluginin yazdığına görə bu Nizaminin türbəsində ancaq Sərdəbə qatı qalmışdı və onun üstündə kiçik bir tağların fraqmentləri qalmışdı. Yəni həmin türbənin qüllə hissəsinin aşağı bir bölümü qalmışdı. Şebluginin yazdığına görə həmin Sərdabənin özlü təməli o qədər böyük idi ki, buna görə fikir yürütmək olar ki, belə bir təməlin üstündə olduqca hündür bir qülləvari türbə ucaldılmışdı. Amma təəssüflər olsun ki, bu türbə qalmamışdı. İkinci bir amil həmin dövründə onun üstündə böyük türbə tikilməsinin ikinci bir fakt həmin ərazidə şirəli kərpiclər, kaşı kərpicləri tapılması idi və bu deməli Nizami Gəncəvinin türbəsinin özünün üstü, gövdəsi yaxud da onun günbəzi həmin kaşı lövhələrlə, kaşı kərpiclərlə bəzədilmişdi. Şebluginin Nizaminin məzarında apardığı qazıntı işləri sonralar 70-80-ci illərdə yeni şayiələrin və söz-söhbətlərin yayılmasına səbəb oldu. Mənbəyi məlum olmayan bu şayiələrdə iddia edilir ki, qazıntı zamanı Nizaminin kəllə sümüyü götürülərək surətinin yaradılması üçün məşhur alim Gerasimova göndərilib. Sonra isə güya naməlum səbəblər üzündən nə Nizaminin obrazı yaradılıb, nə də kəllə sümüyü geri qaytarılıb. Heç bir arxiv sənədində və akademik Gerasimovun gördüyü və yerinə yetirməyi planlaşdırdığı işlər siyahısında bu barədə məlumata rast gəlinmir. Görünür, 1941-ci ildə Əmir Teymurun və oğlanlarının kəllə sümüyü əsasında onların obrazlarının yaradılması barədə məlumatlar belə bir əsassız şayiənin yaranmasına səbəb oldu. Çünki 1939-cu il noyabrın 1-də Nizaminin 800 illik yubileyinə hazırlıq məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları Şurasının 4972 nömrəli qərarı ilə böyük şairin obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edildi. 1941-ci ildə şairin 800 illik yubileyi ərəfəsində müsabiqəyə yekun vuran komissiya heç bir işi birinci mükafata layiq görmədi. İkinci mükafat Qəzənfər Xalıqovun çəkdiyi portretə verildi.
Sonralar bu portret əsasında məşhur heykəltaraş, SSR İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanov şairin heykəlini yaratdı. ...1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilirdi. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə müsabiqədə birinci yeri tutdu və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verildi. Naməlum səbəblər üzündən bu işdə təxirə salındı və 1940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verildi. Tağızadə Şücaəddin mənə deyir ki, bilirsiniz Əsgər müəllim, komissiya ki gedəndə ona məqbərə tikmək lazım idi təzə. 2 erməni ustası tapmışdılar. Mən deyir komissiyanın üzvlərinə dedim ki, bilirsiniz bu şeyxdir, özə Şeyxülzaman olub. Erməni ustası lazım deyil. Şeyxin qəbrini müsəlman tapmaq lazımdır, yaxşı usta tiksin. Komissiyanın üzvləri dedilər ki, nə dəxli qalır? Burada daşla işləyirlər, məqbərədir tikirlər, burada heç bir millətin dəxli yoxdur. Amma mən neçə dəfə təkid edirəm ki, olmaz. Elə böyük şeyxin məqbərəsini müsəlman tikməlidir. Biz getdik, baxdıq yerinə, bütün məqbərəni harada tikmək lazım, danışdıq. Qaydanda Gəncəçayı keçəndə yaydır, elə sakitcə biz komissiya qabaqda gəlir. 2 nəfər, Həmidə Rasul da orada olub, 2 nəfər usta da arxada gəlirlər. Birdən belə səs gəldi, körüldü, dala baxdıq, gördük ki, böyük bir seldir, gəlir. Sel gəldi, bu 2 erməni götdü apardı, heç elə bir ki, bunlar dünyada yox imiş. O deyir ki, şeyx öz gücünü göstərdi. Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin mavzeleyi tikilib qurtarmaqdadır. Nəhayət 1947-ci ildə məqbərədə tikinti işləri başa çatdırıldı. Bu türbə daşla üzlənmişdi, əhəng daşı ilə üzlənmişdi. Həmin türbədə də memarlar çalışmışdılar ki, Azərbaycan Nizami dövrü və Nizamidən sonraki o İlxanilər dövründə olan o qülləvari türbə ənənələrini davam elətdirsinlər və doğrudan da ona yaxın bir həmin o ənənələrin bir qədər müasirləşmiş formasını yaratmışlar həmin memarlar. Bununla da böyük şairin məzarı ətrafında cərəyan edən xoşagəlməz əhvalatlara son qoyulduğunu güman etmək olardı. Lakin Yoldaş Mirabbas getdikdən sonra Maarif şöbəsinin müdiri Yoldaş Kazımovdan Mərkəzi Muzeyə bəzi daşlar və həm də böyük bir məruzə göndərilib. Təəssüflər ki, bugünə kimi əncamsız qalmışdır. Nizami adına Ədəbiyyat Muzeyinin qoruyucusu Şücaəddin adında bir kişi idi. Mən orada işləmişəm, yəni muzeydə, o mənə həmişə söhbət edirdi. Deyirdi, o vaxtı biz getdik, o daşları gətirdik, qoyduq Nizami Muzeyinin foyesinə. Sonra bir qədər keçəndən sonra o daşlar orada yox oldu və dedilər ki, güya bu daşlar gedib Tarix Muzeyinə. Tarix Muzeyindən də yoxa çıxıb. Ancaq bu daşlar görünür, Nizaminin məqbərəsi sökülən zaman üzə çıxan daşların hamısı olmayıb. Daşlardan bir hissəsi qəbrin yanında qalıb və sonradan 1947-ci ildə məqbərə tikildikdən sonra həmin daşları məqbərənin içinə yığıblar. 40-cı ildə tikilən məqbərə tələm-tələsik tikilmişdi, çünki 41-ci ildə Nizaminin 800 illiyi idi. Bu ilə əlaqədar olaraq tələm-tələsik məqbərə tikilmişdi, ancaq yaxşı tikilməmişdi. Sonra isə biz gedəndən sonra məqbərəni əsaslı surətdə yenidən qurmaq fikrə gəldik. Orada Nizami məqbərəsinin içərisində olan nə var idisə də hamısını biz köçürdük Ölkəşünaslıq Muzeyinə. Gəncə Tarix Diyarşünaslıq Muzeyində bu daşlara rast gəlinmədi. Nizami Muzeyinin fondundan Əjdər Ələsgərzadə tərəfindən 1945-ci ildə muzeyə təqdim edilən Nizaminin sinə daşının estampajı da yoxa çıxır. Həmin estampaj bir zamanlar burada Xaqani qəbrinin estampajı ilə yanaşı asılmışdı.
Əjdər Ələsgərzadənin 1947-ci ildə nəşr etdirdiyi Azərbaycan memarlığı Nizami dövrü kitabında hər iki estampajın şəkli və tərcüməsi də verilib. Bu nurlu qəbir şeyxləri Əbu Məhəmməd, İbn İlyas, İbn Yusif, İbn Zəki, Nizaməddin Müəyyədindir. Orucluğun 4-cü günü 605-ci il tarixində. Nizaminin Sinədaşının kitabəsinin bu cür oxunması, düzgün və sərrast tərcüməsi Bertels, Aleksandroviç Nəsifi, Şeblugin və başqaları tərəfindən kəşf kimi qarşılandı. Görkəmli şərqşünas Diakonov 1948-ci ildə kitaba yazdığı rəydə bunu belə qiymətləndirirdi. Əjdər Ələsgərzadə tərəfindən Nizami və Xaqani qəbrinin kitabələrinin oxunub, şərq epitafiyası sayəsində qəbul edilməsi xüsusilə qiymətlidir. Demək olar ki, sensasiyadır. Lakin kitabədəki bir səhv bəzi alimləri şübhəyə salır və onun orijinallığını sual altında qoyur. Hətta bu kitabənin Ələsgərzadə tərəfindən uydurulduğunu iddia edənlər də tapılırdı. Təcrübəli nizamişünas Bertelsin bu qüsuru məntiqi surətdə izah etməsi bütün şübhələrə son qoydu. Kitabədə səhv vardır. Şairin adı olan İlyas sözündən əvvəl İbn sözü durur. Şəxsən mənə elə gəlir ki, bu səhv kitabənin əsl olduğunu ancaq təsdiq edir. Belə ki, saxta olsaydı, əlbəttə adı düzgün yazardı. Usta tələsdiyindən İbn sözünü çox asanlıqla yaza bilərdi. Bu məlum şeydir ki, hər bir xalqın düşmanı birinci növbədə onu məhv eləmək üçün onun tarixini, onun dilini, ədəbiyyatını yox eləmək istəyir. Gəncə şəhərində qabaqlar müəyyən sənətlər də olub, tarixi. Orada Nizami Gəncəvidən bəri gələn nəslin bütün qeydiyyatları, qeydiyyat kitabı olub. Ancaq çox təəssüf ki, 30-cu illərdə o kitabı müəyyən təşkilatlar güya tarixi öyrənmək məqsədi ilə deməli götürüb, sonradan deməli bu kitabın izi tozu təəssüf ki, itmişdi. Həmin o kitabın da itirilməliyində vaxtilə bir məqsəd olub ki, Nizami Gəncəvi barədə, Nizami Gəncəvi Azərbaycanlı olmağın barəsində, bizim daxili tarixdə insan olduğu barədə həmin o məlumatı, ondan sonra yaşayan adamların tarixi məhv eləmək üçün müəyyən bir üsul kimi istifadə olunur. 1981-ci ildə Nizaminin 840 illik yubileyi tədbirləri zamanı məqbərənin acınacaqlı durumu o zaman Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə uçarmaq təklifində çıxış edir. Gəncədə alüminium zavodunun tikilməsi ilə bağlı, alüminium tozlarının yağışla birlikdə o türbənin üstünə düşüb, onun daşlarının aşağı hissələrini yeməsi ilə bağlı o türbənin yenidən bərpasına bir ehtiyac yarandı, yenidən qurulmasına ehtiyac yarandı. O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işlədi. O artıq Gəncənin simvoluna çevrilmiş köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək və hündürlüyü 20,9 metr olacaq məqbərənin layihəsini hazırladı. Layihə bəyənilsə də, Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salındı. ...1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində məqbərənin tikintisinə başlamaq qərarı alındı. Təəssüflər olsun ki, 1990-cı ildə, 91-ci ildə Nizami məqbərəsinin ətrafında gedən bərpa və abadlaşdırma
işlərin nəticəsində Gəncənin kənarında yerləşən ən böyük kurqanın yarısını darmadağın eləyiblər. Oradan minə kimi qəbir çıxarılmışdı. Ona baxmayaraq ki, biz xahiş eləmişik ki, ora dəyməsinlər. Amma kimisə əmr vermişdi ki, o iş belə də getsin. Fərman İmamquliyevin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovda aparıldı. Türbənin vəziyyəti, durumu göstərir ki, o zaman həm səliqəsiz, biraz keyfiyyətsiz tikinti işləri aparılıb. Bundan başqa, o türbədə işlənilən şəbəkələr də olduqca tələsik və səliqəsiz hazırlanıb. Türbənin kənarında daşlar cəvharması olunur, sürüşür bəziləri yerlərindən, sonra həmin şəbəkələrdən çox içəriyə su sızır. Onun üstündəki günbəz qranitdən tikilməyinə baxmayaraq hidroizolyasiyası olmadığına görə su sızır və türbənin içərisi bütünlüklə nəmişlik suyun içərisində olur ki, bu da onun içərisinin dağılmasına səbəb olur. Ona görə bizim institutda həmin Mədəniyyət Nazirliyinin sifarişi ilə türbənin bərpası və təmiri layihəsi tapşırılır. Biz o layihəni artıq qurtarmışıq. Bugün də əlində lapatkə, külünk, onlara qara arxeolog deyirlər. Kurqanın üstündə durub müəyyən cihazlarla qızıl axtaranlar çox. Təəssüflər olsun ki, hələ ki elə bir qanun yoxdur ki, bu adamların fəaliyyətini yığışdırsın. Şeiri oxunanda bu Nizaminin özü də hər sözdə görünər yəqin. Gizlənib özünü verməzmi nişan? Sənə hər beytində bir sir danışan. 100 il sonra sorsan, bəs o hardadır? Hər beyt səslənər, burada, buradadır.